Mən fəxr edirəm ki, Azərbaycanın belə oğulları var, mənim belə qardaşlarım var. Və mən hər zaman deyirəm ki, Azərbaycan çox zəngin ölkədir, sərvətləri var, təbiəti var. Amma bizim ən böyük sərvətimiz Azərbaycan xalqıdır, Azərbaycan insanıdır. Və sizin kimi oğullar, doğrudan Azərbaycan xalqı fəxr etməlidir ki, belə oğullar yetişir. Belə analar var ki, belə oğullar yetişdirib və belə xalqla, belə əskərlərlə, belə zabitlərlə, belə qardaşlarla biz Qarabağı mütləq qaytarırıq. Və Qarabağın hər bir kəndində, hər bir şəhərində Azərbaycan bayrağı dalğalanacaq. Ona görə bir daha mən sizə öz dərin minnətdarlığımı bildirirəm. Mən bilirəm ki, Heydər Əliyev Fondunun əməkdaşları daim sizinlə ünsiyyətdədir. Və bir daha sizə əmin etmək istəyirəm ki, hər bir problemin həllində biz bütün əlimizdən gələni eləməyə hazırıq. Və siz müraciət edirsiniz, bilirəm, ünsiyyətdəsiniz. Hər bir problemin həllində şəxsən özüm diqqətli olacaq və ən yüksək səviyyədə mümkün olan köməyi mən göstərəcəm. Siz sağ olun.